Belarusun baş naziri Aleksandr Turchin Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşün, həmçinin baş nazir Əli Əsədovla təkbətək və geniş tərkibdə danışıqların keçirilməsinin planlaşdırıldığı gözlənilir. Belarusun baş naziri həmçinin Belarus-Azərbaycan biznes forumunda iştirak edəcək. Burada bir sıra müqavilələrin imzalanması planlaşdırılır. O həmçinin Bakıda bir sıra obyektləri, o cümlədən Belarus ticarət şəbəkəsinin, Belarus ərzaq malları mağazasını, Vertus Engineering Co. MMC-də birgə lift yığma müəssisəsində və Fövqəladə Hallar Nazirliyinin bölməsində olacaq. Bundan əlavə Belarus baş naziri ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı üzərinə, eləcə də 8 noyabr Zəfər abidəsi önünə də əklilər düzəcək. Baş nazir Əli Əsədovla birlikdə Füzuli şəhərində dağıdılmış və bərpa olunan obyektlərə baxış, həmçinin Ağdam Sənaye Parkına səfər planlaşdırılır. Burada Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinə MAZ 5907 S2 kommunal maşını hədiyyə ediləcək. Belarus və Azərbaycan hökumət başçıları həmçinin Qızıl Kəngərli kəndi ərazisində gələcək aqroşəhərciyin ərazisinə baxış keçirməyə planlaşdırırlar.